Salam əziz və hörmətli dostlar, necəsiz? Nə var, nə yox? Umaram ki, keyfiniz yaxşıdır. Ərz eləyim ki, burada hava çox istidir, çox, yəni həm buxarlıdır, həm də ki, istidir. İkisi qatışıb bir-birinə nəfəs çəkmək çox zordur. Ərz eləyim ki, dostlar, bu günləri gec oldu, amma gec olsun, nə deyirlər, amma olsun, güc olmasın. Gecə olsun, amma güc olmasın. Yəni, şükür olsun, hər halda biz eləyə bildim ki, bu günlərdə biraz gecdir, amma yenə də kitab oxumağa başlayaq. Sümürgəçinin portresi və sümürgələşdirilənin portresi adlı kitabın 98-ci səhifəsinə yetişmişdik, 99-cu səhifəsinə yetişmişdik və elə səhifənin əvvəlindən başlayırıq. Bu günləri bu bölümü qutaracağıq. Hilə bölümü idi. Birinci bölümdə əslində dedi ki, neynərlər? İstemarcələr müstəmirəni inkar elər və adamlıqdan çıxadar. Yəni, deməz ki, sən adamsan. Ona adamlıqdan çıxadar, heyvan ya əşya qiyməti verər, ona gətirər əşayə və əşayə gətirəndən sonra onu məhv eləmək rahatdır. İkincisi dedi hilə, dedi tamamən hilə qurar sümürgəçi ki, sizin həm özünüzü inandıra ki, siz əşyasınız və sonra da sizi aradan apar. İndi bu bəhsi davam veririk. Yarın inşallah ömür olsa və imkan olsa, şayət də sabah olmaya, o birisi günlərdə. Hər halda gələn gündə eləyə biləcək ki, bu kitabın taza bölümünə getək ki, sümürgələşdirilənin durumu nədir olur. 99-cu səhifənin birinci sətrindən başlayır. Sümürgə insanının nitələnişi və rolu sümürgəlik ideolojisində tərcihli bir yer tutar. O, sümürgə insanının, bizim türklər sümürgədirlər də, müstəmirədirlər. Müstəmirə insanının nitələnişi, xüsusiyyatı, müşəxxəsatı, hər ikisi ərəbcədir, həm müşəxxəs, həm xüsusiyyat. Farsca fikirəm gərək vicəciha ola. Və rolu. Pəs müşəxxəsatı və rolu. Rol nədir dostlar? Latincə sözdür. Bu, yəni işi. Toplumda bu adamın işi nədir? Biri müəllimdir, biri ustad danışqahdır, biri molladır, biri ustandardır, fərmandardır, nümayəndədir, süpürgəçidir, karimətdir, mekanikdir, bəqqaldır, nə bilim, qızıl satandır. Bunların hərəsi bir roldur, ictimai roldur. Hər halda, üzr istəyirəm, rolu sümürgəcilik ideolojisində tərcihli bir yer tutar. Deyir ki, bizim o müşəxxəsatımız, türklərə verilən müşəxxəsat, türkçə xər, geri qalmış, əsəbani, pantürk, bunlar, məsələn, pantürk pis mənada onlar deyirlər, amma bizim üçün iftixardır pantürk. Deyir ki, bunun sümürgəçiliyin, istemarın ideolojisində tərcihi bir yeri var. Üstün yeri var. Tərcih, yəni üstün, seçmək. Siz, məsələn, 10 dana seçənəyiz var, birini seçirsiniz. Bu sizin tərcihizdir. Yəni, onu o birisilərdən üstün tutubsuz seçirsiniz. İndi, nə həyata uyğun, nə də kəndi içində tutarlı olan, amma gərəkli və bu ideolojidən ayrılmaz bir nitəliyiş. Deyir ki, o sizin müşəxxəsatınız, sizə verilən müşəxxəsat və yeriz ki, toplumda var, bu tərcih, onun ideolojisində tərcihdir. Yəni, o istər ki, siz belə olasınız. Sümürgə, istemarcət istər ki, siz o rolunuz olsun, sizin o müşəxxəsatınız olsun. Siz azərisiz, siz müdir olanmazsınız, siz rəhbər olanmazsınız, siz rəis cümhur olanmazsınız, siz vəzir olanmazsınız. Vəziran bahuş farsi gərək sizi idarə eləyələr. Görürük ki, maşallah, maşallah, inşallah ədədləri də çoxalsın, oğurluqdan sonra bir şey başarmır. Deyir ki, nə həyata, bu müşəxxəsatın və şeyin, nə həyata uyğun, nə bizim yaşamımıza uyğundur bu, nə də kəndi içində tutarlı olan, nə də ki,
öz millətinin içində tutarlıdır, bir yeri var, bir ərzişi, qiyməti var. O müşəxəssat və o rol ki, onlar bizə biçirlər. Məsələn, rola baxın, televizyonda hamısında türklər nədirlər? Seriallarda, filmlərdə ahmaq, geri qalmış, danışmağın bilməyən, yerişin bilməyən, yölgün təmi bilməyən belə bir şeydən mövcud çıxardılar. Amma gərəkli və bu ideolojidən ayrılmaz bir nitəliyiş. Amma o rol və o müşəxəssat ki, bizə veriblər, özəlliklər, türkcəsi, o özəlliklər onların ideolojisinin, istemarın ideolojisinin ayrılmaz, ondan çıxmaz, onun bir parçası da ayrılmaz bir nitəliyiş, ayrılmaz bir özəlliklərdir. Yəni, onların ideolojisi Türkiyə, ərəbi nədir görsədir, görsənsin, o ideolojinin bir parçası budur ki, ərəb belədir, türk də belədir, rəşdi də belədir, filan kəs də belədir. Sümürcə insanının rahatsız olaraq da olsa, sümürcə insanı, məsələn, türklər, rahatsız olsalar da, bunlar narahat olsalar da, qismən də olsa inkar edilməz. Deyir ki, ya kamilən rahatsız olalar, narahat olarlar, ya da ki, azdan çoxdan, qismən yəni az-çox, bir az narahat olsalar da, İnkar edilməz. İnkar etmək yer dana bilməzsən. İnkar ərəbcə sözdür. Türkçəsi şeydir, danmaq. Farscası inkarın yoxdur. Mənim zehnimə gəlmir. Edilməz. Onayını verdiyi şeylərdən biri də budur. O şey ki, onayını təyid elər, təsdiq elər, onlardan biri də budur. Bəs onların bir ideolojisi var. Onlar o ideolojinin üzərində əsasında türklərə, ərəblərə, rəşdlilərə bir rol verirlər. Bir toplumda onlara bir, məsələn deyir ki, çox üzr istəyirəm, amma bu İranda dedikləri rəşdi xanımlardan bir rol onlara bitiblər. Hamısı filankarədir məsələn. Yəni şimalilərə belə bir rol bitiblər. Bilirsiniz, məsələn türklərə eşşək deyiblər, onlara kəllə mahixor deyiblər, o birisinə deyiblər rəşd, məsələn bəluçlara, hərəsinə bir şey, ərəblərə bir şey filan. O onların ideolojisinin bir parçasıdır. Tamam. Bağımlılıq kompleksi. Kompleks bir dedik ki, bir cəhətdə əvvəl deyək, bağımlılıq dostlar, bağlanmaq, məsələn qapını bağlırıq, çəkirik, bağlırıq. Bu bağlı olur. İki dana tağ, qapının tağı gəlir bir-birinə bağlanır. Bağlamaq budur. Bir dana ipin ucu gəlir, ikisi bir-birinə bağlanır. İndi məsələn qeyişimiz gəlir bir-birinə bağlanır. Məsələn deyirəm. Ərz edeyim xidmətinizə. Kravat bağlırıq, gətiririk ikisini bağlırıq. Düymələrimizi bağlırıq. Bəs iki dikəni bağlamaq bir-birinə bağlır. İndi o şey ki bir-birinə bağlıdır, yəni müstəqil deyil. Müstəqilliyin türkçəsi bağımsızdır dostlar. Bağımsız, yəni bağlanmır heç yerə. Bağımsız, pəs bağlanmır. Məsələn deyirəm, bir dana tişert giyirik, düyməsiz adı yoxdur. Bu bağımsızdır. Ya bir ayrı şeylə bağlı deyil. Bunu, məsələn kravatı biz təki vuranmarıq, o bağlıdır. Amma köynəyi, şalvarı, xodu, setirə deyirlər xoda, ərxəliq setirə, o şalvar, tuman, bunlar müstəqil giymək olar. Amma kravatı müstəqil giymək olmaz. Ona görə deyir ki, bağımlı və bağımsız. Bağımsız yəni müstəqil. Məsələn, İran əcəba bağımsız bir məmləkətdir, siyasi olaraq bağımsızdır. Yəni, Sazman-ı Miləldə 200 məmləkətdən biridir. Buna bağımsız deyərlər. Amma əcəba dünyada bağımsız məmləkət var, vaqən yoxdur. Çünki hər məmləkət Amerika kimi bir imperatorluq, məsələn, bir şeylərdə bağlıdır o birisi məmləkətlərə. Bu, bağımsızlığın mənası əslində yoxdur, dostlar. Çünki insan toplumu bağlıdır bir-birinə.
İnsan istəyə bağımsız yaşaya, məsələn mən istəyirəm bağımsız yaşayam. Gərək köçəm gedən bir dağa ya bir yerə, uzaq bir yerə ki, orada adam yoxdur. Orada özümə bir şey düzəldəm. İndi ya evdir, ya alaçıqdır, ya köhüldür, qazmışam, onun içində yaşayam. İndi orada mən nəyə bağlıyam? Yenə də baxın, yerə bağlıyıq, yemək lazımdır. Suya bağlıyıq, içmək lazımdır. Amma insanlardan eləyə bilər insan bir miqdar bağımsız olsun. Bəli, toplumsal insan, normal insanlar bağımlıdırlar, bağımsız deyirlər. Çünki biz dədənənəmizə bağlıyıq, biz bacı qardaşımıza bağlıyıq, qonşularımıza bağlıyıq, sürücülərə bağlıyıq ki, biz şəhərdə o üzlüyüzə gedirik və döhdürə, daviyə, dərmiyənə, hər şeyə bağlıyıq. İndi, bağımlılıq kompleksi. Kompleks latincə sözdür, farscası peçidə, ərəbcəsi mürəkkəb. Bizdə də qarma-qarışıq. Bağımlılıq kompleksi. Bu bir dənə yazıdır, gətirib qoyubdur bu dırnaq arasına. Deyir ki, bağımlılıq kompleksi. Yəni, vabəstəgi, bağımlılıq olur vabəstəgi farsça. Kompleksi. Kompleks normalda bir mərizçilik hesab olur. Tamam. Bir bu. İkincisi görək nə mənə deyir. Deyir ki, sümürgələşdirilə bilərilir. Bir də nə mənədir? Yəni, sümürgə iki şey yaradır bizdə, sümürgəçi. Bir bağımlılıq kompleksi, yəni biz farslardan ayrı yaşaya bilmərik, İrandan ayrı yaşaya bilmərik, yaşasaq nədir olar? Bu bir kompleks, bir mərizçilik olar bizdə yaradır. İkincisi nədir yaradırlar? Sümürgələşdirilə bilərlik. Nə cür bizi sümürgələşdirə bilmək? Yəni, biz özümüzü sümürgələşməyə hazırlamaq, ya boyun əymək. Bunu deyir. Sümürgələşdirilə bilirlik. Yəni, özümüz bizim zehnimizdə, mən buna brainwash deyirəm da, yəni, beynimizi yuyublar, dəyişdiriblər. Elə eləyiblər ki, biz özümüz rizayət vermişik ki, farslar bizi sümürgələşdirsinlər. Diqqət buyurursunuz, bu bizim dərdimizdir. Kimi moda bunlar halət. Mod bilirsiniz, biz poz deyərdik moda bir zamanlar. İndi elə mod olub hər yerdə, latincə sözdür, gəlib türkçəyə də keçibdir. Moda kavramlarda sadəcə çox küçük bir gerçəklik payı vardır. Deyir ki, bu iki söz ki dedik, bir bağımsızlıq kompleksi, bağımlılıq kompleksi, mərizçiliyi ki vabəstəciyi ilə ircilidir və bir də sümürgələşdirməyə, müstəmirə olmağa rizayət vermək. Deyir, bu iki dənə kavramlarda, moda kavramlarında, mod kavramlarında, qavram yəni məfahim, ərəbcə sözdür məfahim. Deyir ki, mod qavramlarında sadəcə çox küçük bir gerçəklik payı vardır. Deyir, bunun bir az da olsa bunların bir payı var bu iki sözün. Bu iki söz ki, mod da olubdur bir zaman hətmən. Deyir ki, bu iki dənə. Biri budur ki, bağımlılıq kompleksi. Bunlar, biz bicir olmuşuq ki, mən bunu çoxumuzda görürəm. Biz İrandan ayrılanmarıq, İrandan ayrılsaq bizi yiyərlər, dünyada canavarlar böyükdür, böyük mən. Belə bir şey yoxdur. Dünyada bir çox məmləkət var ki, nəfti yoxdur. Dənizə əslən yolu yoxdur. Suyu da bizdən çox-çox azdır. Yəni, yağışı bizdən çox azdır. Məsələn, ərəb məmləkətlərin bir çoxu. Hamısının nəfti qızeyi yoxdur, ha, bunu deyim. Yəni, fikirləmin ki, ərəb məmləkətlərin nəfti var. Ya, çoxlu məmləkətlər ki, Avropada, Asiyada, Afrikada bizdən 1000 pay yaxçı yaşırlar, amma nə nəfləri var, nə də yağışları bizdəndir. Nə də torpaqları bizdəndir. Mən keçən həftə bir dənə məmləkət gördüm, yadımdan çıxdı. Calibdir, bu məmləkətin 300 min nəfər cəmiyyəti var. Dəryanın, oqyanusun ortasında bir adadır, cəzirədir. Ada, cəzirə. Bunun gəliri yox, nəfti yoxdur. Yağış yağır, vəssalam, ora yağış yağır, yağışı çoxdur.
Amma buna görə ki, keçinə adamlar görüblər, keçinməyəcəklər. Dövlət də özü də, müstəqil bir dövlətdir. Gəlib deyir ki, hər kəs mənim məmləkətimə köçsün. Pasport verirəm, bir şərtlə, məsələn, yadımda deyil, 50.000 dolar, 100.000 dolar pul gətirəcək, pasport verəcək. Maliyyat verməyəcək, iş maliyyatı verməyəcək, yer almaq maliyyatı verməyəcək, yer tikmək maliyyatı verməyəcək. Maliyyat verməyəcək, maliyyatsız bir məmləkətdir. Fəqət burada gəlsin, bir dənə ev düzəlsin, mən baxırdım qiymətlərinə, pasport da verir, özdəki pasportu da mötəbər məmləkətlərdəndir, ondan geçinir. Ha, ticarət ora çox olur, deyir, ticarətdən də maliyyat alınır. Yəni, siz hər yerdən gəmilər gəlsin ora, şirkətlər gəlirlər, yazırlar. Deyir ki, İranların da sərmayədarlarının behiştidir. Niyə? Çünki sərmayədarlar gedirlər oradan, məsələn, 100.000 dolar verirlər, 500 metr, 1000 metr yer alırlar. Orada 45.000 dolara bir dənə ev tikdirirlər. Mən mühasibə elədim bunları. 45.000 dolara, 50.000 dolara bir ev tikirlər içində. Sonra şirkətləri var. Orada şirkət qururlar. Alver gəlir ora. Oradan satırlar hər yerə. Maliyyat da vermirlər. İrandakı pulları da daşısalar o banca tamam bahlara daşıya bilirlər oradan. Və beləliklə rahatca bir behişdə yaşırlar. Onlar o cürsə yaşırlar. Çox da kiçik bir yerdir. Amma biz məsələn qorxuruq. Bu o kompleksin istədim deyəm ki odur. Amma deyir ki bunun az da olsa, çox da olsa bir payı var vaqiiyyətdə. Yəni gerçəklikdə bu bir iddə insanlar buna inanıblar. Beyinlərin veriblər farsların əlinə ki yox, siz İrandan ayrılsaz nəftiz yoxdur, qazınız yoxdur, nə bilim dənizə, okyanusa su yolunuz yoxdur, neyniyəcəksiniz? Elə bir ki, ərəblər, məsələn, biz müstəqil olsaq, ərəblər də müstəqil olsa, elə bir ki, məsələn, farsların nəfti olacaq bizə verələr. Biz müstəqil olandan sonra orada İran adında bir məmləkət qalmayacaq, dostlar. Və o gün olacaq, o günü görəcəyik inşallah. İnşallah o günü görəcəyik ki, müstəqil olmuşuq və İran adında bir məmləkət yoxdur. Farslar da bir dənə adadadılar ki, fəqət quruqluq adasıdır. Yağış yağmır, ildə 6 milimetr, 12 milimetr yağışlarıdır. Ondan sonra suları da təbii ki, bəxtiyarilər, ərəblər sularını verməyəcək və biz sularımızı verməyəcək ora. Türkəmənlər sularını verməyəcəklər ora. Yəni, indi Türkəməndən suyu aparıblar Simnana məsələn, ya aparırlar. Təbii ki, bunları biz satacaq. Nəft əvəzinə satacaq onlara. Yəni, Türkəmənlər o suyu, ərəblər o suyu boşqasın 50 dolara satacaqlar farslara. Qala bilirlər, oldu qalsınlar. Qalanmırlar, öləcəklər. Ticarət yolları da bağlıdır. Yəni, bu cür deyək ki, deyək ki, bunların ticarət yolları olacaq. Yox, bunların ticarət yolu da olmayacaqdır. Çünki ərəblər və bəluçlar Umman və Xəlic Ərəbinin dövrəsində bulan bunlardılar. Biraz da türk var. Bunlardılar. Bu tərəfdən də türkəmənlərdir, mazəndəranlardır və gilanlılardır. Bunlar da qoymayacaqlar və türklər. Bunlar da mazəndəran Xəzərə qoymayacaqlar. Tamam, indi bu farslar orada nə cür alver eləyəcəklər? Yəni, dəmir kərxanalarını qoyublar ora. Tamam, qoyun, çox yaxşı iş görmüsünüz. Əllə əzə olmasın. 5-10 gün bundan faydalanın. Amma bu 5-10 gündən sonra o deyiblər ki, quşu idi, nə idi? Yayda, yazda başladı yemağa, qışının fikrini eləmədi. Qarışqa da başladı da yığdı, apardı dalıya, daldalığa, yığdı, yuvasını doldurdu. Qış gəldi, ac qaldı bu heyvan ya, bu quş ya, hər nə. Getdi qarışqaya ki, lütfən mənə biraz ver yiyim. Dedi ki, o gün ki, hər yer kef idi, sən də kef elirdi, onda bilmirdin qışda var qabaqda. İndi farslar da bunu bilmirlər ki, bir gün bu millətlər müstəqil olacaqlar. Və müstəqil olandan sonra o zobahənlər, o fuladlar, o mislər, o alüminyumlar, onlar ki suya bağlıdılar. Orada heç bir bunların dərdinə dəyməyəcəkdir. Yəni, Kirman, Yəz, Kaşan, Simnan, İsfahan, Şiraz, bunların heç dərdinə dəyməyəcək, heç dərdlərinə dərman eləməyəcəkdir. Əlbəttə, mənim baxışım, mən Günaz TV'də bəlkə bir 7 il, 6 il bundan qabaq, 8 il bundan qabaq bir bərnamədə görsətdim ki,
əgər istəyirlər bunları da Ummandan ya Xəlic Ərəbidən lülə çəkələr, su aparaları, kanal çəkələr aparalara, hər metr mükəəb su $2 tamam olurdu. İndi onun bərqi var. Onun təsviyəxanası lazımdır bu suyu. Çünki bu suyun əgər yadımda olsa, hər litridə 13% duzu var. Yəni bu suyu vermək olmaz zəmiyə, yerə, heç zada. Çünki bu su duzdur. Bunun hər metri mükəəbdə 13 kilo duz var. Bunu gərək çıxadalar. Bu özü bir əzim karxanadır. Bu özü bir əzim sərvətdir ki, xərcləyəcəklər bu suya. Amma bizə deyirlər, qarpız əhməyin orada onlara metri mükəəbinə $2 suyun gətirməsi, ona kanal düzəldiblər, ona bərqi çəkiblər, ona motorxana qoyublar, onun bir idarəsi vardır ki, hüquq verəcəklər, ona neçə min nəfər orada adam işlədəcəklər, o 800 kilometrdə bunlardan olsun. Bunların hamısı onun üstünə gəlir o $2. $4 yarıma metri mükəəb su çıxacaqdır qiyməti. Yəni, düzün axtarsaq, 1 metri mükəəbində deyəsək $4, yəni hüddən 100.000 tümən, heç olmasa 100.000 tümən 1 metri mükəəbin orada suyudur. Suyun puludur. 100.000 tümən. Amma o gün ki, inşallah Azərbaycan, Bəluçistan, yəni türklər, ərəblər, bəluçlar, Ciyələklər, Mazənilər, Türkəmənlər, Ərzəlim xidmətçilər, Qəşqailər, Lorlar, Bəxtiyarilər, bunlar müstəqil olandan sonra biz görəcəyik ki, farsların o zobahənləri nə dərdə deyəcəkdir, o fuladları nə dərdə deyəcəkdir. Onların umudları budur ki, bunlar bir gün müstəqil olsalar, dəmirə bizə bağlı olsunlar, fulada bizə bağlı olsunlar, misə bizə bağlı olsunlar, bizdən alsınlar. Amma məvad xam ora hardan gedir, enerji hardan gedir, bərq hardan gedir, ərz edeyim xidmətçisə, su hardan gedir, bunu hesaplamayıblar. Eyni halda hesaplamayıblar ki, məsələn, bir dənə ərəb məgər dəlidir ki, o tərəfdən dənizdə dəmiri ucuz, farslardan ucuz almaya. Ya bir dənə türk məgər dəlidir ki, Türkiyədən dəmiri ucuz almaya Tehrandan, farslardan, Tehrandan yox, farslardan. Hər halda sözümüzü uzunlatdıq, qeydaq buradan görək ki, nə dedi? Dedi ki, sümürgələşdirilənin sümürgəciyə bir tür onayı evriminin bir aşamasında vardı, kuşkusuz. İndi burada bir parantez açıbdı, o parantezi oxumasaq belə olacaqdır. Sümürgələşdirilənin, türklərin, sümürgəciyə farslara bir cürə onayı, təsdiqi vardır kuşkusuz. Kuşkusuz bir cürə biz onları təyid edirik ki, mən indi dedim də, məsələn, bunlara misalda vurdum. İndi o evriminin bir aşamasında, bu evrim sözü məncə gərək şey ola, amma icazə buyurun bir evrimə baxaq görək ki, evrim yanı nə? Gedək Google əleyhissəlama, evriminin təkamül. Təkamül sözü ki, ərəbcədir, onun türkcəsi evrimdir. Evrim bu o fərziyənin də şeyi ola bilər. Fərziyə təkamülün lüğətidir, yəni sözüdür. Evrim. Evrimin bir aşamasında təkamülün, o istimar müstəmirə rabitəsinin bir mərhələsində, bir aşamasında, gördün mü, aşama sözünü işlədir. Bunlar bir az da olsa o sümürgəciyə inanırlar və onu təyid edirlər. Nə var ki? Nə olsun ki, nə var ki? Bu onayı sümürgələşdirmənin sonucudur. Deyir ki, bu olay, yəni bu ki, biz onları təyid edirik bir aşamada, o sümürgələşdirmənin istimarkərdən müstəmirəgərlik eləyən istimargərinin bir dönəmində onun bir sonucudur. O istimargərliğin, sümürgəçiliyin bir dönəminin sonucudur, nəticəsidir. Nəticə olanda deyil, nə edəyi? Nədəni deyil, illəti deyil. Deyir, illət deyil ki,
İllət-i istimar deyil, nəticə istimardır. İndi illət ilə nəticəni dostlar, mən biraz açım. Baxın, bir dənə sadə misal vurum, istəyirəm, çox sadə misal vuram. Mən əlan gözümü qaşıram, görürsünüz. Bu göz qaşımaq nədir? Bunun illəti nədir ki, mən gözümü qaşıdım? Bu ki, mən gözümü qaşıdım, bu sonuçdur, nəticədir. Bir şey var idi ki, onu tıtıqladı mənim göz qaşınmamı ki, mən onu qaşıyam. O illətdir. Bu ki, mən əlimi gözümə vurdum, bu nəticədir, illət deyil. İndi bir ayrısı, məsələn, Allah hamıdan canından iraq eləsin, bir də insanlar sərətan tuturlar. Sərətan sonuçdur, illət deyil. Sərətan nəticədir. Biz bilmirik ki, nə olur bədənimizdə ki, biz bir illət səbəb olur ki, buna deyirik sərətan. Sərətan çıxır. Bu, məsələn, illət bir ayrı bir şeydir, nəticə bir ayrı bir şeydir. Nə var ki, bu onay sümürgələşdirmənin sonucudur, nədəni deyil. Sümürgə işğalindən sonra ortaya çıxar. Sümürgə, qabaqdan da demişik, işğaldan sonra ortaya çıxar. Əvvəl bunlar ordu ilə gələrlər, işğal elərlər. Sonra bizim beynimizi işğal elərlər, dəyişdirərlər, yuvarlar, qorxarıq. Biz qətliamdan təslim olarıq. Onlar nə desələr, onu zahirdə, içimizdə də qəbul eləməsək, zahirdə qəbul elərik. Məsələn, Rıza Palani gəlir ingilislərin əlinə, calibdir. Diqqət buyurun, biz görün nə cür ingilislər bizim başımıza oyun gətiriblər. Biz deyirik ki, bunlar İranlıdırlar. Gəlibdir, birinci dəfə deyib ki, tamam paltarlarınızı çıxadın, İngiliz paltarı giyəcək. Hamımız İngiliz paltarı giymişik. Yəni, Fars paltarı yox imiş ya, Fars yox imiş ki, biz onların paltarını giydirələr. Bizə deyiblər, siz İngiliz paltarı giyəcəksiniz. Biz də çıxartmışıq, bu xoş şalvarı giymişik, kravatı giymişik, verini başmaq giymişik, ləbədar qoymuşuq, bu paltarı giymişik və fikir eləmişik ki, İranlılaşırıq. O halda ki, biz İngilisləşirdik. Əslində biz İngilislərin istədiyi sümürgə olmuşuq. İranlı yox, Fars yox. Farslar İngilisin çomaqları imişlər. Ondan bizi vurmağa. Amma niyə bunlar bizi, əgər bir Fars milləti var idi, niyə bizi farslaşmadılar? Yəni demədilər ki, gəlin məsələn Fars paltarı giyin. Amma dedilər, gəlin İngiliz paltarı giyin. Sonra bir 7-8 il beləsi gedəndən sonra yavaş-yavaş ayıldılar ki, biz özümüzə bir müstəqil bir paltar deyək ki, məsələn, onda gətirək adını qoydular Pəhləvi papağı. Bir dümdikli parpaq qoydular ki, sərbazlar dindi başlarına qoyurlar, ərteşli zatda. Əlbəttə, dərəcədarlar qoyurlar başlarına, biraz şikdir. Ona dedilər Pəhləvi bölgü. Papağı. Sümürgə işğalından sonra ortaya çıxar. Pəs istimar işğaldan sonra görünər. Öncə deyil, qabaqdan olmaz. İşğaldan qabaq sümürgə olmaz. Əvvəlcə işğal olar. Sümürgəcinin tam bir əfəndi ola bilməsi üçün nəsnəl olaraq böyle olması yetərli deyildir. Kendi məşruluğuna da inanması gerekir. Güzel. Deyir ki, sümürgətinin, Farsların sümürgətinin tam bir əfəndi ola bilməsi üçün o əfəndi bilirsiniz, yəni ağa, rəis, böyük, büzürgüvar Farsca. İngiliscə sır. Deyir ki, sümürgətinin tam kamil şəkildə, tam ərəbcənin tamam sözünün biraz qıssalmışıdır, türkləşmişidir. Tamam bir əfəndi olması üçün, ağa olması üçün, ərbab olması üçün, xan olması üçün nə lazımdır? Kəndisi, üzr mən bunu qatışdırdım, olması üçün nəsnəl olaraq, nəsnəl dedik ki, yəni vaqiiyyədir ki, bizim beynimizdən eşikdədir. Bizim xiyalımızda bir şeylər var ki, eşikdə yoxdur.
Məsələn, mən milyarderəm. Yox, deyiləm axı. Amma məsələn, mənim bir maşınım var. Bu eşikdədir. Mənim əlimdə bir xudkar var. Mən bir yazaram. Mənim 57 yaşım var. Bunlar o şeydir ki, nəsnəldir. Yəni eşikdə biz görürük. Ləms edirik, hiss edirik. Nəsnəl olaraq böyle olması yetərli deyil. Deyir ki, sadəcə işğal yetərli deyil. Vaqiiyyət olmaq üçün böyle olması yetərli, əfəndi olması, adam olması yetərli deyil, işğal eləməsi yetərli deyil. Kendi məşruluğuna, onun bu burada bizi toprağımızı işğal elədi ha, onun bir məşru olması lazımdır. Məşru dostlar dedik ki, qanuni. Qanun. Baxın, məsələn, adam öldürmək cürmüdür. Cinayət də hər kəs də öldürsə, İranda qanunlarına gərək mütəqabilən qisasa məhkum olar, İslama görədir. Bu məşrudur. İndi bu qanundur yəni, məşrudur. İndi mən bir şey istirdim deyəm, zehnindən çıxdı getdi dostlar. Hər halda deyir ki, bu gərək məşru olsun. İndi bu gəlir, bu gəlir bizim toprağımızı işğal edir. Məşruluğa bunu misal verdim ki, polis məsələn adam öldürə bilir, paslar, bəsici adam öldürə və mühakimə olmur. Çünki qanun ona bu icazəni verir. Amma siz vətəninizin azadlığı üçün dursaz həmanları öldürsəz, qanun yoxdur ki, sizi məşru tanıyan. Çünki gücünüz yoxdur. Bunu mən keçən neçə dəfə demişəm, gücsüz millətin haqqı da yoxdur, hüququ da yoxdur, məşruiyyəti də yoxdur. Bunun üçün siz qanun əsasında görürsünüz ki, Türkün adı gəlmir, dilinin adı gəlmir, tarixinin adı gəlmir, toprağının adı gəlmir. Çünki qeyri-məşrudur, farslar məşrudular o məmləkətdə. Gücsüz məşru olmaz, gücsüz qanuni olmaz, gücsüzün əxlaq yarada bilməz, gücsüzün fəlsəfəsi ola bilər, əlbəttə düzəldə bilər. Biz indi fəlsəfə düzəldir. Hər halda deyir ki, o işğal eləyəndən sonra kendi məşruluğuna da inanması gərəkir. Gərək özün də orada məşru eləməyə inana. Budur ki, Rıza Şah ya o birisi gəlir, qanun getir, kodita elirlər, qanun getirlər. Həm dədəsi bu məmləkətdən qaçıbdır, həm də oğlu 2 dəfə, 3 dəfə bu məmləkətdən qaçıbdır, həm də oğurluq eləyiblər. Bugünlər bir video gördüm, diqqət buyurun, 92 min milyard 92 min milyard tümən İranda bir neçə nəfər ixtilas oğurlayıblar. İxtilas yəni oğurlamaq. Oğurlayıblar. O şəri adın ixtilas qoyurlar ki, oğurluq olsa gərək onu mühakimə ilə əlindən alarlar. İxtilas qoyanda onu bölə bilərlər öz arasında. Çünki şəri deyil burada. Şeydə yoxdur. Yəni dində olmadığı üçün dində yoxdur. Bunlar həlaldır, yeyə bilərlər. Dünən mən fikir etdim, 92 min milyard tümən nə qədər tirelidir? Hər tireliyə 20 min kilo, 1000 tümənlik yükləsəz, Təbrizin qədim dərvazadan, indi yox, qədim dərvazadan ta əhərin girinənəcən tirelilər bir-birinə yapışarlar və duralar, bir belə tireli olar. 4600 tireli bu yükü daşır. 4600 tireli, o qədər böyük puldur. Bir çox məmləkətin 10 ilinin budcasıdır. Bir çox məmləkətin 10 ilinin budcasıdır. Ərz edeyim xidmətçilər. İndi mənim bugün hər şey unutqanlığıma düşübdür. Fikrim ortada qaçır. Mən dünənəcən fikir etmə ki, İranın tarixinin ən böyük ixtilası, oğurluğu o 92 min milyarddır. Bu günləri dostlardan bir ikisi video qoydular. Fars dilində də qoydular. Bilmirəm kim düzəldi. Yazıbdır ki, fikirçi ki budur. Yox, bunlar deyil. Deyir, Rıza Şahın və Məhəmməd Rızanın oğurluğu, bu məmləkətdən apardığı pul minlər bərabər bundan çoxdur. Çünki fəqət Rıza Şahın 2000 deyirəm 1919-dadır, 20-dədir, neçədədir bu adam şey yox, üzr istəyirəm.
1319'da fikirlən, bəli, 1319'da zətdə bu adam işdən qaçıbdı. O zaman deyir, hududən bu 150 milyon dolar bəlli olan pul aparıbdı. Bu oğlu hududən 80 milyar dolar bahlarda doları var imiş, aparıbdı. 350 çəmədan mühürlü olmuş aparıb, o cümlədən bir dana tacı var idi, o qoyurdu başına şahlıq günlərində, onu da aparıb məsələn. Yəni bunlar o ixtilas o cür çox cəlibdir, əcib ixtilasla və millətdə bir də insanlar var ki, oğrulara aşiqdirlər. Niyə? Baxın dostlar, bunu deyim niyə? Milləti budur. Oğrular eləyə bilirlər az puluna, mən neçə dəfə bunu demişəm, baxın, adamın pulu olsa, ağlı olmasa, savadı olmasa, ağlı azdan çoxsan olsa, elə məncəniz ağlı olsa yetər. Mənim məsələn deyək ki, bir 100 milyard tümən pulum olsa, məsələn, 5000 dana mühəndis istihdam elərəm, döktür istihdam elərəm, mütəxəssis istihdam elərəm, mən işləyəməyəcəm ki, onlar işləyəcəklər. Rəis Cumhuri məmləkətin savadı 6 kilasdır, 6 kilas. Farsını bile danışanmır ki, nənə dilidir. Nənə dilində farsını danışanmır. Çünki o işləmir ki, onun nə rəbti var? Məmləkətdə 5 milyon adam ona işlir. 5 milyon adam ona işlir. Hər halda istədiyim ki, oğrular eləyə bilirlər ki, o 5 milyona, o birisi ruznamenigarlara, mollalara, ona, buna pul verərlər. Dostlarım biri bu günləri bir dana video qoyubdu. Mən bu dostumuzun işlərini çox sevirəm, bəzisini çox sevirəm, bəzisində də bəlkə bir gün özü ilə də oturam, danışam. Neokronoloji. Taza tarix. Kronolojini mən tarix məni eləyim burada sizə. Deyir ki, bir dana əks qoyubdu. Məhəmməd Riza kodita eləyibdi müsəddiqin əleyhinə, gəlibdi iş üstə. Kodita eləyiblər, gətiriblər iş üstə, Azarşdan, ikinci dövrdə, müsəddiq dövründə. Qaçmışdı. Gəlibdi, bir dana mollanı orada görsədir ki, bu onun qabağında ona tozih verir, Məhəmməd Riza ona tozih verir ki, nə var, nə yox, nə cür eləyək, nə cür eləməyək. Əraqda İngilislər gedəndə, Əraqdan çıxıb Əraqın milləti istəyir müstəqil olsun zahirən, gedirlər bunlar. Həman ayətullah orada İngilislər bu adama tozih verirlər. Yəni bir dana molla İranda müsəddiq gedir. Onun yerinə İngilis adamları gələndə orada görünür. Həman molla İngilistanın adamları Əraqdan çıxıb gedəndə orada görünür. Bizim tariximizi nə qədər beynimizi yuyublar. Allahu Əkbər. O dedi ki, dirəxtə cirdəkan beyin buzurcu, dirəxtə hindivanə, Allahu Əkbər. Sümürcə işğaldan sonra ortaya çıxar. Öncə deyil. Sümürcəçinin tam bir əfəndi ola bilməsi üçün nəsnəl olaraq böyle olması yetərli deyil. Kəndi məşruluğuna da inanması gərəkir. Özün gərək məşru eləyə. Gələcəkdir, kodita eləyəcəkdir, gələcəkdir, savaşacaqdır, sonra qanun keçirdəcəkdir. Sübh saat 6-da, gecə saat məsələn 8-dən sübh saat 6-ya hər kəs eşitdə olsa tutacağam. Hər kəs əlinə silah götürsə öldürəcəyəm. Hər kəs filan eləsə öldürəcəyəm. Hər kəs banca girsə öldürəcəyəm. Mən oğurlaya bilirəm, amma sizin haqqınız yoxdur oğurlayasınız. Beləsi deyəcək. Bu məşruluğun tam ola bilməsi üçün mən fikirəm o cıqqılı milçəklərdən biri getdi mənim boğazım aşağı. Əgər o cıqqılı milçəklərdən də olsa udduq getdi. Allah rəhmət edəsin. Protein yedik. Bu məşruluğun tam ola bilməsi üçün sümürcə insanının kölə olması yetərli deyil. Görün nə göz, vallahi ağlamaq gəldi gözlərimə. Deyir ki, məşru olması üçün tam, yəni kamil məşru ola bilməsi üçün sümürcəçinin farsların, sümürcə insanının, bizlər ki müstəmiri olmuşuq, bizlər, ərəblər, Azərbaycan türkləri, Qəşqai türkləri, Cinləş türkləri, Xəlic türkləri,
Xəlic Ərəbinin ətrafındakı türklər, Xorasan türkləri, ərəblər, bəluçlar, lorlar, ciyləşlər, mazənilər, qəşqailər, atalişlər, kürdlər və bizlər ki, müstəmir yox. Deyir ki, sümürcə insanının kölə olması, kölə dedik ki, türkcədir, nökər yerinə. Nökər özü də türkcədir, amma elə bu da türkcədir. Nökər olması yetərli deyil. Yetərli, yəni kafi. Kafi ərəbcədir, türkcəsi yetərli. Yetərli deyil. Deyir, kafi deyil ki, siz onun məşru olması üçün farslar, kafi deyil ki, siz onun nökəri olasınız. Nə mənə lazımdır bəs? Bu rolu qəbul etməsi də gərəkir. Gərək nökərliği də qəbul eləyəsiniz. Siz onların əllərinin altında olmağı da qəbul eləyəsiniz ki, mən ondan aşağıyam və onun nökəriyəm. Yəni, o günəcən ki, qəbul eləməmişsiniz ki, mən İranlıyam, mən buralıyam, mən filanam, o məşru deyil. Çünki siz əqlinizdə onu qəbul... Amma o gün ki, siz qəbul elədiniz ki, o farsdır, İranlıdır, məndən üstündür, mən ondan aşağıyam, o düz deyir, mən aşağıdayım. Onda siz zehniniz oldu, müstəmir oldu. Və o məşru oldu. Çünki siz onu qəbul elədiniz ki, sən belə olmalısan, düz deyirsən. Sən əmr elə, biz itaət eləyəcəyik. Bu. Amma üsyan, biz o zaman ki deyirdik dostlar, intixabatı təhrim eləyin, bu anlamda edir. Çünki o zaman ki siz təhrim eləyir, rəy vermirsiniz, onu məşru tanımırsan. Deyirsən ki, ağa, mən qəbul eləmirəm, mən səni qəbul eləmirəm. Amma o zaman ki rəy verirsən, deyirsən, mən səni qəbul edirəm. Buradadır ki, sənin küləlikdən getir, o küləliğə inanırsan ki, mən elə külə olmalıyam, mən aşağıyam. Bu rolu qəbul etməsi də gərəkir, lazımdır ki, qəbul eləsin ki, mən külüyəm. O səni külə elir, amma sən onun əleyhinə üsyan edirsən. Məsələn, Amerikada qərələr keçən 400 ildə, ya 300 ildə deyək, Afrikadan gəliblər bura, daimən savaşıblar, qəbul eləməyiblər. Ölüblər, milyonları ölübdür, milyonlar qərə ölübdür. Çünki deyib, bax, mən qəbul eləmirəm, sən küləmdəysən, sən zorla məni gətirmişsən, amma biz nədir, biz qəbul eləmişik, dilimizi, hər şeyimizi dəyişdirmişik. Qərələr Amerikada bundan belə ki, İngilisi olublar, amma deyiblər, biz səndən ağla fərqli yox. Fərqli nədir? Paltar geyiminin fərqi var, danışıqlığın fərqi var, yeməğinin fərqi var, gülmağının fərqi var, evlənmağının fərqi var, kilisasının fərqi var. Məsələn, ağlar gedərlər kilisada, çox ədəbli oturarlar, durarlar, kitab oxuyarlar filan. Qərələr nə inərlər? Kilisada çalarlar, oynarlar. Yəni, özlərinə bir hoviyyət yaradırlar, bir kimlik yaradır. Mən səni qəbul eləmirəm deyir. Ya məsələn, görürsünüz ki, çıxır ortada deyir ki, mənim sizin üçün bir röyam var, mənim sizin üçün bir düşüncəm var, ey millət. Mən o gün görürəm ki, siz ayağa qalxacaqsınız, siz inqilab eləyəcəksiniz, vətənizi alacaqsınız, azadlıq alacaqsınız, işiniz əlinizdə olacaq, gücünüz əlinizdə olacaq, öz alın yazısız yazacaqsınız. Mən bunu bir dəfə Günas TV-də tərcümə elədim, o qərə bu sözləri danışan, indi adı yadıma düşsə deyərəm. Onun sözlərini yaydım ingiliscəsini, sonra da bunu özüm bir Azərbaycanlı və türk olaraq dedim. Bizim bir dönəm müşkülümüz ki, dostlar vardı, İranda, türklər, ərəblər, bəluçlar, xiyal qurmaq gücümüzü əlimizdən alıblar. Onlar, tamam, onların topu var, tancı var, təyyarası var, pulu var, nəfti alıblar əllərinə, qazı alıblar əllərinə, iqtisadımızı alıblar əllərinə, mədənlərimizi alıblar əllərinə. Amma o günəcən ki, mən onun məşru tanımıram, bir-birimizin qarşısında yox. O gün ki, məşru tanıdım, onda mənim fatihəm. Bizim mütəəssifanə bir çoxumuz onlara məşru tanımışıq farslılar. Qısadası, xülasə. Qıssaca, xülasə ki, ərəbcə sözdür, onun şeydir. Farsca xülasənin kəlmə yoxdur xülasənin adına, ya qıssacasının yerinə. Qıssacası, sümürgecinin sümürgələşdirilən tarafından qəbul gərəkir. Deyir ki, qıssa desək budur, sümürgəcini
istemargəri, müstəmirət olan gərək qəbul edir. Onda olar məşru. O zaman ki, sən qəbul elədin, getdin, əlini öpdün, bizim İslam tarixində biz əlin birinin öpsaq, sən mənim böyüyüm, sən nə desən itaət edəcəksən. Bu anlamdadır. Hörmət də var əlbəttə. Bəli, hörmət o zamandır ki, siz birini qəbul edirsiniz. Mən məsələn fərz edin ki, bəzi bu da incə sənətçilərimiz vardı, əlini öpərəm. Məndən də yaşı istəyir, amma böyük bir iş görür. Bunun işğalı yoxdur. Amma o zaman ki, mən qəbul edirəm bu adamın işi gözəldir, yaxşıdır. Amma o zaman ki, siz gedirsiniz bir dana özünüzdən kiçik, özünüzdən böyük, fərq eləməz. Amma qəbul eləmədiniz bir adamı əlini öpürsünüz, onda siz ona nə edirsiniz? Boyun əyirsiniz. Bunun boyun əymağın da ərəbcə sözü var. Beyət edirsiniz. İslamda beyət söz var. O beyətdir. Siz o gün ki, onu qəbul elədiniz, beyət elədiniz. Sındırmaq özü mücazatdır. Məsələn, biz Kanadada getdik, İsruk Kanadalı olaq getdik, bir dana dadqaq gedirsən ora, and içəcəksən ki, mən and içirəm ki, İngilistanın mələkəsi mənim mələkəmdir və mən ona xiyanət eləməyəcəm. Baxın dostum, dostlardan biri yazır ki, bizim besavad atalarımız, dostlar, savad ağıl gətirməz, savad düşüncə gətirməz, savad düşüncə bağımsızlığı gətirməz, istiqlalı gətirməz. Savad insana əlində məsələn bir imkan verir. Savad bizim çox yerdə beynimizi yuvar, bizi dəyişdirər. Ağıl, Allah ağıl veribdir. Mən vətənimi niyə qoyuram, hökumətimi niyə qoyuram farsların əli? Savada rəbti yoxdur. O savadsızlar dahi, məncə Səttarxanın savadı yox idi. Amma düzdür, mən Səttarxanı qəbul eləmirəm. Amma hər halda durur bir dana bir şeyə, savada rəbti yoxdur. Calibdir, yenə dedim, dostlardan elə o ki işlir. Dünənləri bir dana bir məşrutə zamanında Səttarxanı və Baqirxanı qurub dədəsinin türklərin əleyhinə gətirən adam adı Şəbistəridir. Əgər iştibah eləməsəm. Baxsam deyərəm bunu, indi adı yadımda fikrim Şəbistəridir adı ya. Calibdir, bu adam Səttarxanı aparır o komitəyi qeybiyə. Ondan sonra orada da qoymur heç danışsın, bir dana su içir, durur gəlir, çay içir, oradan çıxır gəlir. Və onların əmrini axirəcə itaət edir. Bu adam sonra da Səttarxanın yanı ilə gedir Tehrana. Tehranda hamı qətli am olur, Səttarxan da yaralanır, bu adam sağ qalır. Sonra da gəlir Pişəvərinin yanına. Pişəvəridən sonra da məşrutə müsəddiq dövlətində bu adam Təbrizdə Firdovsi mədrəsəsi indi deyirlər. O zaman şeymiş, nəymiş adı? Calibdir, bizə tarixi o qət yalan deyiblər ki, hər şey bizə dünən gecə bunu oxudum. Dostlardan biri yazmışdı. Bu Firdovsi mədrəsəsi ki vardı Təbrizdə, onun əvvəl adı Əhməd Şah dövründə düzəlibdi o və sonra bunun adını çeviriblər Firdovsiyə. O müdürü də bu adamdır. Bu adam ki deyirəm odur. Calibdir. Bu adam sonra Pişəvəriyə xiyanət eləyəndir. Pişəvərinin yanındadır. O ruznaməni çıxadır. Azərbaycan ruznaməsini çıxadan adamdır. Sonra da xiyanət edir. Yəni istəyirəm ki, savadlılar bizi çox dərdə salıblar. Savadsızlardan mənim müşkülüm yoxdur. Mən Günasda evidə də bunu deyirəm. Çünki bunlar milli savadlı deyirlər. Bunlar ziddi milli savadlıdırlar. Bunlar istemarın adamlarıdırlar. İstemar bunları tərbiyyət edir, salır bizim canımıza. Mən dostlara təklif edirəm, əgər istəyirsiniz siyasətlə və Qacar dövrü ilə biraz tanış olasınız, biraz. Siyasətlə və Qacar dövründəki siyasətlə, framasonlarla və ha belə İngilisin adamları ilə tanış olasınız, lütfən Paytaxt Əbdülhəmid dizisinə baxın. 120 neçə bölümdür. Ləzzət aparacaqsınız, amma siyasət dörd yaşayacaqsınız.
Mən indi özüm bundan belə ki, bir dəfə 50 neçə bölümünə baxmışdım. İndi neçə ayda gündə 2 bölümünə baxıram, yetişmişəm 100 məsələn bölümünə. Yəni, hər gün taza bir şey orada örgəşirsən ki, bizim də məmləkətimizdə belə ola bilərmiş, ya elə belə olubdur. Çünki Qacarın başına gələn oyun dəqiqən Osmanlının başına gəlir. Amma Qacar bir dövlət deyil, sistematik dövlət deyil. Mən bunu qəbul edirəm ki, Qacar sistematik bir dövlət deyil. Çünki mənim indi inancım belədir. Bu tərəfə gedir mənim inancım ki, Qacar dövləti Osmanlı dövlətinin əlaltı olan dövlətlərdən biridir. Osmanlı dövlətinin neçə yerdə şahzadalar qoyubdu, dövlətlər vardı, əlinin altında işləyir, amma vəkalətən orada hökumət edirlər. Yəni, özləri müstəqil hökumətləri yoxdur. Onların əmri o zaman geçərlidir ki, Osmanlı imperatoru olur. Mənim nəzərimcə Qacar da dəqiqən belədir. Bunun üçün də görürük, Qacarda bayraq yoxdur, ordu yoxdur falan. Mən əslən fikirləşirdim, necə olar ki, Qacarın ordusu olmaz? Amma indi görürük ki, Qacarın ordusunun olmamının bir səbəbi var, bayrağının olmamasının bir səbəbi var. O səbəb budur ki, Qacar dövləti Osmanlı dövlətinin kölgəsində işləyir. Nə cür olubdur indi bizə tarixdə bunlar bir-biri ilə əcib qərib bizi salıblar? Bunları fars istemarçı yazarlar, framasonlar bizi bu vəzə gətiriblər. İngilislər bizi bu vəzə gətiriblər. Tamam. Dedi ki, sümürgəci ilə sümürgələşdirilən arasındakı bağ, bu üzdən, mən fikirəm ki, bəli, onu oxuduqda şey oldu. Qıssacası sümürgəçinin sümürgələşdirilən tərəfindən qəbul gərəkir, qəbulu gərəkir. Qıssa desək budur ki, sümürgəçini, istemargəri müstəmirə olunmuşlar, gərək qəbul eləyələr. Ta o məşru olar. Tamam. Sümürgəci ilə sümürgələşdirilən arasındakı bağ bu yüzdən yıkıcı və yaratıcıdır. Diqqət buyurun, deyir ki, sümürgəci ilə, istemargərlə sümürgələşdirilənin arasındakı bağ, bunların ikisinin arasındakı ilişki, alver, türklərlə farsların arasında olan ilişki və alver, ilişki alver də deyə bilirik, dostlar, gəlgət də deyə bilirik. Bu bağ, alver arasındakı bağ, bu yüzdən, yəni o ki, biz gərək onları rəsmiyyət edək, bu yüzdən yıxıcı, yıxar və yaratıcıdır. Həm yıxar, həm yaradar. Nə cür? Biz türklüğü verdik, yıxdıq, yıxıldı, yerinə farslıq çıxdı, yaratdılar. Bunu istədi desin. Mən də istədim bunu deyəm. Sümürgələşdirilmənin iki partnerini yox edər və sümürgəci və sümürgələşdirilən olaraq yenidən yaratılır. Deyir ki, nə olar? Diqqət buyurun. Deyir ki, sümürgələşdirilmənin prosesi ki, o işi ki, bahis olur, mən beynim sümürgə olsun, müstəmirə olsun, o sümürgələşdirmənin iki partnerini, iki tərəfli, partner şərik, sümürgələşdirilmənin iki tərəfi var. Bir adam ki, sümürgə elir, bir adam ki, sümürgələşdirilən. Bu iki tərəfli. Deyir, iki partilerini yox edər. Bunların ikisini aradan aparar. Yəni, o prosə, o iş, sümürgələşdirmə, bu ikiliği aradan aparar. Neynər? Nəcür? Və sümürgəci və sümürgələşdirilən olaraq yenidən yaratır. Bunları yenidən yaratar. Sümürgəçini və sümürgələşdirini yenidən yaratar. Məsələn, deyir, İranlı, hamımız İranlıyıq. Elə bunu ki, dedi, o Farsla Türkün arası getdi. Yıxar, əvvəl o Fars türklüğü yıxar, sonra deyərsən, Azəriysən, yəni Farssan. Farslaşmalısan. Bura sənin torpağın deyil. Bura sən köçmüsən, buradan getməlisən. Yaratır, tamam. Biri bozularaq zalimə, biri pozular, türklük pozulur. Pozulmaq, dostlar, silmağın yerinə gəlir da, pakərdən. Biri bozularaq, bozulmaq, dostlar, Türkiyədə bozulmaq iki mənada işlənir. Bir, pozulmaq anlamındadır, silinər, aradan gedər. Bir də bozmaq, məsələn, $100 verirsiniz, bunu Türkiyədən xırda pul alırsınız.
xırdalatmaq. Xırdalatmaq. Diqqət buyurdunuz, iki anlamda. Bir bozuqlar, bir bozularaq, biri bozularaq, biri silinərək zalimə tərəf gedər, yanlı tərəfdar olar, zalimə gedər, yanlı tərəfdar olar, nəzakətdən yoxsun. Nəzakət ədəb. Ədəb sözü, nəzakət türkcə. Nəzakət ədəb, mərifət, düşüncə. Düşüncə nə düşüncəsi? Davranış düşüncəsi. Nəzakətdən yoxsun. Nəzakətsiz olar biri. Baxın, türkçələr belə deyirlər də. Türkçələr bunlardan baxın. Biri bozularaq onlar zalimə tərəf gedər, yanlı olar, tərəfdar olar farslara, nəzakətdən yoxsun olar, üç kağıtçı, yəni kələkbaz. Üç kağıtçı olar, kələkbaz olar. Sadəcə kəndi ayrıcalıqlarını düşünən və bunları nə pahasına olursa olsun savunmayı dərd edən birinə dönüşür. Deyir ki, diqqət buyurun, burada istimara tərəfdəndir. Nəzakətdən yoxsun olandan sonra üç kağıtçı, kağıt bilirsiniz, çox puldur. Pulla insanlara, məsələn, burada çək çəkirlər, pulunu alırlar, ya yalan pul verirlər, yəni cəli pul verirlər. Onlara deyirlər, üç kağıtçı da kələkbaz. Kələkbaz sadəcə kəndi ayrıcalıqlarını, öz imtiyazlarını, üstünlüklərini düşünən biri və bunları nə bahasına olursa olsun, nə bahasına olur olsun, bu özünün imtiyazlarını, farsların üstünlükləri və imtiyazlarının zəban şirini farsi. Bunları olursa olsun savunmayı dərd edə. Deyir ki, bu savunmaq yəni defa elər, müdafiə. Onu müdafiə eləmir, özünə dərd elər, özünə bir fikir elər, edinən birinə dönüşür, deyir, belə bir şeyə dönər. Ötəki, indi o birisi, istimar sümürcəsi nə olar? Sümürcəsi, ötəki, gəlişməsi əngəllənmiş, biz indi qabağa gedənmərək, gəlişməsi əngəllənmiş, tosə deyirlər, tosə ərəbcə sözdür, yəni gəlişmə, tosəəsi əngəllənmiş, qabağa alınar, mani olar. Pestilinin çıxarılmasına səs çıxarmayan, icazə buyurun, bu pestil sözü mən heç bilmirəm nə mənədir. Mən buna bir əvvəl altına xət çəkim, sonra da görək bu pestil Həzrəti YouTube əleyhissalamda nə cür buna deyir? Pestilinin. Valla bunun farsçası da yoxdur. Mən qələt yazmışam hətmən. Bunu bir yerdən bunu düzəldim. Hətmən qələtdir ki, belə olur. Yenə də qələt oldu. Pestilinin. Görək pestil nə mənə olur. Dostlar, mən bu pestil, pastil sözünə bənzənir zahirən, amma mənası mən burada baş tapmadım demənizdir. Pestilinin çıxarılmasına səs çıxmayan, beləsi deyək, adamın sıxıb suyun çıxartmağına səs çıxartmayan, beləsi deyək. Bu pestil burada beləsi bir anlam olur, amma bilmirəm nədir. Yəni mən buna əlamət qoyun, burada yazım. Məsələn, hər şeyin ki, suyun çəkəsiz, çıxadasız və özü də səs salmaya, o pestil, məsələn, deyək, canın, suyun, gücün, malın əlindən alırsan, amma səs salmır. Onu mən beləsi görürüm. Pestilinin çıxarmasına səs çıxarmayan, yəni başına vururlar, səs salmır. Bizim mədənlərimizi aparırlar, səs salmır. Urmu görünü aparırlar, qurudurlar, səs salmır. Pullarımızı aparırlar, maliyyatımızı aparırlar. Hizbimiz yox, dilimiz yox, tariximiz yox, heç zadımız yox, səs çıxartmır. Əzilən bir yaratığa dönüşür.
Deyir ki, elə bir yaratığa, elə bir canlıya dönüşür bu adam ki, əzilibdir. Elə bir bizə həvək dəstəyə qoyublar, vurublar, əziblər. Bizim nə türklüyümüz bəllidir, nə məmləkətimiz bəllidir, nə dilimiz bəllidir, nə tarix. Yəni əziblər də biz elə bilin ki, ət şorbasında ətləri qoyuruq, indi noxuduna, yer alma ilə, hər nə ilə onu əzirik, qatışırıq bir-birinə. Bəlli deyil nədir? Bəs iki yerə dönüşdü dostlar. Bunu iki yerə böldü. Biri gedər zalim olar, istemarçı, zalim olar, zülmə tərəfdarı olar. Burada belə gəlir ki, nəzakətsiz olar, yəni çox ədəbsiz olarlar bunlar. Bilirik ki, farslar da oturdular. Kələkbaz olarlar, üç saatçı olarlar. Sadəcə öz kəndi imtiyazlarının, özlərinin imtiyazlarını və işlərini düşünərlər. O birisi tərəfdən də bir, nə bahasına olur olsun, onu da saxlarlar, o imtiyazlarını saxlarlar. Calibdir, bunları hər yerdə ki, o qət bir ədəb olurlar, hər yerdə ki, məntiqləri yoxdur, söyüşə girərlər, söyüş verərlər. Dərd edilən birini düşünür. O birisi tərəfdən deyir ki, əqəbmanda saxlarlar, geri gəlişməsi əngəllənir və bunu başına nə oyun gəlirsə gəlsin, cıqqırın çıxartmaz. Və əzilən bir yaratığa dönər. Yəni, bir müflüs, əşyağa, əzilmiş bir heyvana dönər, canlıya dönər. Nasıl ki, sümürgeci kəndini sümürgeci olaraq qəbul etmə istəyi göstəriyorsa, sümürgələşdirilən də yaşamaq üçün kəndini sümürgələşdirilən olaraq qəbul etmək zorundadır. Deyir, necə ki, nasıl ki, sümürgəci özün sümürgəci olaraq qəbul edir, deyir, necə ki, bir istemargər özün istemargər olaraq qəbul edir. Tamam. Sümürgələşdirilən müstəmirələr də yaşamaq üçün özünün müstəmirə olmağın qəbul eləmək zorundadır. Dostlar, bu bəhs qutardı. Biz ömür olsa sabahları o birisi dərsinə keçəcəyik. Burada qutarmadan qabaq yenə də yad eləyək, yadımıza salaq, xatırlayaq ki, bu günləri bizim böyük yazarımız, böyük mütəfəkkirimiz, böyük kitab yazarımız, məqalə yazarımız, minlər məqalə, 50-dən çox kitab yazıbdır. Məhəmməd Hüseyn Düzgün. Məhəmmədzadə-i Sədiq. Hüseyn Məhəmmədzadə-i Sədiq bu günləri dəfn oldu və bizim dostlar bilirsiniz, bir dənə mən burada bir iradımızı deyim. Kanadada, İranda bir siyasi öləndə, mühüm bir adam öləndə onu fori dəfn eləməzlər. Dünyanın hər yerində belədir. 10 gün, 15 gün onu saxlarlar sərdxanada ya bir yerdə saxlarlar hər halda. Soyuq bir yerdə ki, iylənməsin. İnsanların tamam, toplumun hər cuşəsi gərək eşidə ki, bu adam ölübdür. Sonra bunu götürüb dəfn eləyəndə bir əzai ümumi elam elərlər. İnsanlar gələrlər, bunu yola salarlar. Bizim bu böyüklükdə insanımız Allahın rəhmətinə getdi. Ki, bizim təqribən insanımız yoxdur ki, bu adama boşda olmuyor. Bizim bir adamımız yoxdur ki, 400 sədqə boşda olmuyor. Yəni, bir adam deyək ki, mən millətçiyəm, amma 400 sədqin mənim üstümdə təsiri müstəqim ya qeyri-müstəqim olmayıbdır. Bir də adamlar görməyiblər, amma onun sözlərini oxuyanlar, məsələn, mən onun sözünü oxumuşam, gəlmişəm televizyonda demişəm, burada deyirəm, siz bunu eşidirsiniz, mümkünü məndən də eşidirsiniz, amma əslində bu söz ondandır. Ey kaş, biz də Avropalılar kimi belə bir böyüyümüz öləndə, bir 5 gün, 10 gün əcəl eləməyək, saxlayaq, sonra bunları onlara layiq olan bir vəziyyətdə dəfn edirik. Əlbəttə bu gün göründü, mən videolarına baxdım bir neçəsinə. Vaqəən millətimiz çox sağ olsun, yaşasın, getdilər,
danışdılar. Qəbrinin üstündə ayrılığı oxudular. Ayrılıq, ayrılıq, aman ayrılıq. Dərddən olar yaman ayrılıq. Və vətənimizə tapşırdılar onu. Nə gözəl ölüm. Vətəndə öldü, vətəndə də tapşırıldı, qaldıq vətəndə. Amma bizim bir çoxumuz xaricədə ölənlərimiz vardı ki, vətənə qeyd əmirlər. Götür heyət, götür Zabərahəni. Və çoxları var ki, vətənə dönə bilmirlər. Cənazələrindən belə qorxurlar. Allah rəhmət eləsin. Azərbaycanın başı sağ olsun. Türk millətinin, dünyada Türk millətinin başı sağ olsun. Yolu gedərli olsun. Şairtları çalışqanlı olsun. İnşallah o görmədi. İnşallah bizlər hamımız istiqlalımızı, azadlığımızı, bağımsızlığımızı görək. Sizin başı sağ olsun. Azərbaycanın, türklərin başı sağ olsun. Gecəz xeyrə qalsın.